Mən istəyirəm ki, yəni bu əgər dövlətimiz tərəfindən bu yaşıllığa pul ayrılırsa da lazım işlər görülsün. Kimsə o vəsaiti oğurlamır. Mən alim aqronom Əsgərov Qənəhməd Əloğlu uzun illər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyində işləmişəm. Qənəhməd müəllim, bu da məsələ sizin şikayətiniz də çox nə ilə bağlıdır? Mənim şikayətim ümumiyyətlə bu günləri Bakı şəhərində yaşıllığa tətbiq olunmuş soyqırımla əlaqədardır. Heç kəsdən şəxsi şikayətim yoxdur. Mən istəyirəm ki, yəni bu əgər dövlətimiz tərəfindən bu yaşıllığa pul ayrılırsa da lazım işlər görülsün. Kimsə o vəsaiti oğurlamasın. Bunda məsul şəxslər kimləri görürsünüz? Hansı idarədə, hansı məsələdə rəhbərliyi kimdir? Rəhbərlik ümumiyyətlə bunun Bakı şəhəri icra hakimiyyəti Eldar Əzdovdur. Eldar Əzdov gələndən bu yaşıllıq bu günə qalıbdır. İndi bax çəkin, göstərirəm sizə. Bax burada güya Bakı Abad Həyat güya iş görübdür, heç bir iş görməyibdir. Bax, ağaçları kəsib, tut ağacını. Əgər burada iş görürsənsə də, niyə bu tutları bir budamayıbsan, sanitar təmizləmə eləməyibsən, ağaçlara bax, bu kəsintilərə bax. Bir neçə gün bundan qabaq mən burada çəkiliş eləmişəm. Yəqin o çəkilişdən xəbərləri var deyin, bölünləri tökülüb bu işləri görürlər. O ictimailəşəndən sonra gəliblər. İctimailəşəndən sonra gəliblər, bəli, neçə gündür. Orada dizdən idi o. Bax, bu da onun fikir verin. Bu ağaçların əkilmə qaydası elimdə yazılır ki, əysiyi bir 4 metr, 5 metr olmalıdır. Əkilmə qaydası. Ellər şamını, bəli. Gətir 1 metrdən. 5 metr məsafədə olmalı. Məsafədə bir-birindən ki, sabahları onlar böyüyəndə bir-birlərinə ziyan verməsin. Sabahları böyüyəndə bir-birlərinə ziyan verməsin. Burada da işləyir. Beləcə başdan solda əkməyin və yaxud da qaydalara uyğun tətbiq olunmaması nə ilə əlaqəlidir? Yox, əsas bunların başa düşməməkləri, işi bilməməkləri. Bu günləri Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatının aqronomu bədən tərbiyə müəllimidir. Rəisi Bayankom olubdur Nizami rayonunda uzun müddət. Yaşıllaşdırma idarəsinə gətiriblər Bayankomu. Bayankomu müəllimi bütün o gələndən də şəxsi vəsait pul almaqla gətirdikləri adamların hamısı hərbidən gələn, polisdən istifaya çıxan pensiyaçılar, ancaq yaşıllıqda ömrünü qoyan insanlar 65 yaşına çatmamış onları çıxardırlar. Səbəb nə? Səbəb heç də yerlərinə adam götürürlər, pul alır. Bana pulla işe götürürlər. Bana 100% o adam olandan pulla işe götürülür. Burada. Pulla işe götürülür. Bak bu ağaçları xahiş edirəm, çək, gəlin, yaxın gəlin. Baxımlıq yoxdur, suvarma yoxdur, diqqət yoxdur. Gətirdəkləri ağac keyfiyyətli ağac olmur, kökü olmur. Gətirirlər başdan sovudub, say hesabı eləyirlər ki, çoxlu pul qazansınlar. Yəni bu say hesabı ilə belə deyək də hesabat verirlər ki, falan qədər ağac əkmişik. Bu qədər ağac əkmişik, bəli. Tutacaqmı, yaşıllaşacaqmı? Məsəl üçün, indi bizim buradan imkan olsa, adi beton yolu çıxa bilsək, Bakı Abadlaşdırma İdarəsi əkibdir. Bu COP29 ilə əlaqədar olaraq, bu satçını 50%-dən çoxu quruyubdur. 50%-dən çoxu quruyubdur. Özü də ki, aqronom kimi bunun səbəbini nədə görürsünüz? Nəyin? Bu ağaçların qurumağını. Ağaçların qurumağını mütəxəssis yoxdur. Bu işin mütəxəssisi aqronomdur. Müəllim, kimya müəllimi, ingilis dili müəllimi deyil. Bu aqronom lazımdır. Nə qədər bilməsə də aqronom müəyyən qədər bilir. Köhnə işçiləri gələndə çıxartdılar, odur. Əkdilər, budur. Məsəl üçün, əkiblər də. Bunların hamısının burada da 1 metre araları yoxdur. Yoxdur. Hələ indi yaxını orada göstərəcəm. Bax oralara bunların hamısı bəli, bunların hamısı him torpağıdır. Himdən tökülmüşdür. Məndə çəkiliş var, şəkili var. İndi qoyarıq onu. Budur. Fikir ver. Bunu məsəl üçün indi bunlar bilmir. Bəli, binanın altında, bina tikilən yerlərdən o torpaqlardan. Onun üçün əmələ gəlmir Bakıda haqq hesab. Onun üçün çətinlik çəkir, quruyur. Bax bunu məsəl üçün boynu vurulmalı idi, düzəlməli idi səliqə səhmanla. Hanı? Bax, bu ağaçlar niyə quruyubdur? Niyə quruyub bu ağaçlar? 1, 2, 3, 4, 5, 6, 7, bütün hamısı quruyub bunları. Hamısı quruyubdur. Mənim bu işdə, bu yola getməkdə özümə söz vermişəm ki, mən dövlətimə, dövlətçiliyimə, xalqıma dəstək olmaq istəyirəm. Cənab Prezidentimə dəstək olmaq istəyirəm. Yaşıllıq tənəffüs deməkdir. Yaşıllıq insanların sağlamlığı deməkdir. Əgər yaşıllıq olmasa,
Qısa belə getsə, qısa bir müddətdən sonra yaşıllıq məhv olacaqdır. Məhv olandan sonra da xəstəliklər artacaq, başqa şeylər artacaq. Gəlin oranı da tutun, indi oranı tutaq, sonra gedək onlar spesial elədikləri yerə. Yəni buranı təmiz Abad Həyat deyilən Abid Əliyevlə Ramazan cütlüyü eləyibdir. Abid Əliyev güya Abad Həyat adından pul silirlər. Amma elə yerlər var ki, şəxsən ora Abad Həyat deyil. Abad qəbirstanlıq eləyiblər. Abad qəbirstanlıq də yoxdur. Əgər bir yerdə ki, basıranlar bitmirsə də, gəlin indi bax buraya gəlin. Yavaş-yavaş gəlin. Bax məsəl üçün. Aliandranı bu fikir verin. Çəkin bax arasını. Bax. 50 sağ. Bu aliandr ağacını belə yerlərdə ictimaiyyətin, əhalinin çox olan yerlərində əkməyə icazə vermirlər. Niyə? O zəhər buraxır özündən. Zəhərliyir. Zəhər buraxır. 50 vuranda əkilməsi qadağan. Qadağandır. İndi fikir ver. Əkibsən yaxşı. Əkibsən. Yaxşı, bunu əkibsən. İndi fikir verin. Bax, indi fikir verin. Bu buradadır. İndi bu belə olsa daha yaxşı olmazdı mı? Belə. Belə olsa bir forma ver də buna. Buna bir forma ver də qardaş. Budur. Ağaçlara fikir verin. Əkin ağaçlarına fikir verin. Fikir verin. Gəlin indi arasının məsafəsini gəlin baxaq. Gəlin buraya. Alın. Budur bax. Bunu əkəndə bu görməlidir ki, bilməlidir ki, bu ağacın bax bu biri artıqdır. Bunu götürməlidir ki, bu ağac tək stvolla böyüsün. Gələcəkdə problem yaratmasın. Bunları aşağıdan götürməlidir. Bax, fikir ver. Burada nə maşın gedə biləcək, nə piçki olacaq. Məsafəsinə baxın da. 50 santidir. 50 santi olmaz. Bunlar məsəl üçün hamısı vurulmalıdır. Orada indi görün, bunlara bəs eləmir bu boyda haqq hesab. Abid Əliyevə, yaşıllığa. İndi gəlin, orada lazım olan işləri görməyibdir. Ümumiyyətlə bu abadlıqda iş görən və tenderi udanlar kimlərdir? Kimlər bunu? Burada ümumiyyətlə Bakı şəhərində bu işləri eləyən Abid Əliyevlə Ramazan, Hacı Ramazan deyirlər, indi bilmirəm, bu doğrudan Hacı Ramazan. Ramazan Mirzəyevdir, bu haqq hesabları eləyən. Bax, məsəl üçün, indi götürən, burada kamera var. Kamera var. Sabahları indi mən buradan baş prokurorluğa müraciət eləyirəm. Gəlsin kameradan qaldırsın, görək bu ağaçları kim kəsib. Qaldırsın da görək, bu ağaçları kim kəsibdir. Yəni, bu ağaçların bu cür kəsilməsi səbəbi nədir? Yox, bu deyil, onu deyil. Bunu indi güya buduyublar, maşını zada dəyməsin. Budama olur. Bu bacardıqları budur da, məsəl üçün, bu ağaca fikir ver, bunun ortasında, o heç olmuşdur, buduyurlarsa da bu butağı təmiz götür, bu gövdəni, bu geçsin. Bunun da başını belə. Gəlin, indi buraya gəlin. Bax, bu ağaçlara baxın, gəlin. Bu kvadratda, əgər iş görürlərsə də, biz prosto biraz vaxtında çəksəydik, bunlar onu çəkilişi görüb gəlirlər. Gəlsinlər də, bu da, aha, görürsən. Bu ağaçlara fikir verin. Bu ağaççı... bu ağacı niyə kəsiblər? Gəlin görən, bu ağacı niyə kəsiblər? Bax, bir... Nə maniyetliyi var idi? Heç nəyə bunun müşahçılığı yoxdur. Görsənir, bu binanın başında nəsə bir obyekt olacaq. Burada mı? Mənə, bu ağacı niyə kəsir bə? Niyə kəsir bu ağacı? Kəsilib yoxa çıxacaq. Yoxa çıxacaq, indi mən Məşdağada biri belə olubdu. Nur studiyanın yanında. Belə gəldi, yaşıllaşdırma buduyub. Bir müddətdən sonra özləri çıxartdılar, tulladılar. Belə olanda çıxartıb tullamaq da asan da olur da. Bir partiya kəsib yüngülləşdirirlər, sonra növbəti partiyada gəlib odun kimi kəsirlər, deyirlər quruyubdur. Bunu qurumağa məruz qoyurlar ki, qurusun, kəssinlər. Əklikləri budur. Gəlin belə eləyək. Bunlar ağac əkiblər, fikir verin. Burada görsənə də baxımsızlıqdan fakt. Baxımsızlıqdan gəlin, burada görmədiyi kəmərliyə budur, baxın buna. Bax, buna baxın. Əgər bu sulansıydı, bu da elə bir şeydir ki, çox asan bitən bitkidir. Bu sulansıydı vaxtında. Kəmərliyə baxın. Kəmərliyə baxın. Alın. O tuta baxın. Budanmayıbdır. Yaxşı. Kəsirsənsə də bunu da kəsərdin də. Bu fikir ver. Bunu kəsərdim ki, damatın pəncərəsinə. Pəncərəsinə dəyir, özə vidi fasonu da yoxdur. Gül kimi ağaçlar. Sən küləklərdə bunun mənzilləri dəyib. Dəyir, havasını kəsir. Bax, fikir verin. Alın. 6 dənə ağaçdır. 6'sını da kəsiblər. Fikir ver. İndi buradan bu ağacı götürün. Onun formasını. O tutu elə buduyurlar. Ki, demək bu ərazidə bu ağacların kəsilməyinin səbəbi gələcəkdə buranın... Burada yox. 100-100 obyekt kimi bunun yeri satılıbdır.
Kəsirdin elə hamısını kəsərdin daha bu ağacdan. Bax fikir verin. Belə ölçü ilə düz gəlirdi. O tutdan bəri. Nəsə də bir indi mağazin mi olacaq? Nə olacaq öz işləridir. Nəsə də hə. Burada fikir verin basırdıqları ağaca. Gəlin buna baxın. Əgər bunlar qanırsa da bu ağac var. Bunu burada niyə saxlayıb? Bunu basıranda niyə götürmür ki, bu ağac daha da yaraşıqlı olsun? Plus, gətirib 30 illik ağacın 50 santlığında kökünün üstündə ağac əkərlər. O demək ki, gələcəyə o ağac artıq kəsilməyə hesablanıb da. İndi kəsilməyə... Ya indi kəsiləcək, ya kəsilməyəcək, ya da bu bunu qoymayacaq getməyə. Heç cür qoymayacaq getməyə. Hər yerdə fikir verin. Yəni, sadəcə olaraq köhnə ağaçlara fikir verin. Heç nə eləməyiblər yalandan. Heç bir şey eləməyiblər. Güya bacardıqları budur. Gördükləri də iş budur. Bu ağacı mən yenə də müraciət edirəm prokuraturaya. Burada kamera var binada. Binada kamera var. Gəlsinlər, çəksinlər. Açsınlar, baxsınlar ki, görək bunu kim kəsir. Divarın dibində o alyandıralar. Məsəl üçün. Onlar da zərərlidir. Zərərlidir. Forma ver də heç olmasa. Forma ver. Yəni bacardıqları bunların budur. Onlar o çəkilişdən sonra, mən buranı çəkəndən sonra buraya gəliblər işə. İndi onu da qoyarıq çəkilişdə. Görüntüyə əlavə eləyək. Ondan sonra gəliblər işə, başlayıblar. Gərək mən onu yaymayaydım. Başını buraxıb ayıldılar. Yəni Bakı şəhərində yaşıllığı bugünə qoyan Eldar Əzov icra başçısı olandan sonra olubdur. Ondan sonra Rafael Mehrəliyev yaşıllığa rəhbərlik eləyir. Rafael Mehrəliyev. JEK-in işçilərini Abad Həyat deyilən Abid Əliyevə, Ramazana verir, işlədirlər. O demək ki, əgər o adamların işini görürlərsə, qazançda şərikdir. Nədir ki bu? Düzdə istər-istəməz kimin dədəsinə borçludur? Oranı da göstərək ki, yəni bunu bu deyən adam yeri gələndə o ağaçların da bu zamanında. Məgər həqiqətən də yaşıllığa bu qədər önəm verirsə, budama əməliyyatını burada aparılır. İşte budamanın bir şöbəsi var, heç nə də qanmırlar, elləmirlər. Budur. Gəlin, budamanı görsədək, budur bax. Budama sakinlərin mənzillərinə çırpılan... Yox, təmizləsin də, gəlsin bunları. O ağacı orada kəsə bilir, bunu bu deyib təmizləyə bilmir. Yaşıl... Yıxılıb yolun ortasında. Amma indi siz yaşıllığa belə baxmayın. Yaşıllığın balansında cəmi cümlətəni 4000 hektara yaxın olmaya. Bu yaxınlarda Maliyyə Nazirliyi ölçürdü, Binəqədidə ölçdü, orada burada ölçdü, hər yerdən bir 100 hektarlarla nəysik çıxdı. Ancaq bu günləri yaşıllıq... Pulların hesabatında 100 hektarlarla kəsirlər çıxdı. Kəsirlər çıxdı, yox, görülən işdə də orada pul. Ancaq bunlar Forma 2'ye 12.500 hektar yazırlar. 4000 hektarın əvvəl... Qarşına 12.500. Yaxşı, gəlin buraya gəl. Var burada bax, bitki mühafizəsi şöbəsi var. Əgər bunu uşaqlar üçün abad həyat eləyibsinizsə də, bu ağaçları niyə qaydaya salmayıbsınız? Burası 71-77 mənzilin qarşısındakı yaşıllaşdırma. Yaşıllaşdırma, abad həyat deyilən yer, hamısını görün. Yəni ən azından bax bu görsədirəm də ağaçlara fikir verin. Budur bax. Bunu əkin əgər bilirsə də bax bunu indi bu belə mi yaxşıdır, belə mi? Siz deyə bilərsinizmi ki, buranın yaşıllaşdırılması tenderini qalibi kim olub? Nə qədər vəsait ayrılıb bura? Vəsaiti dəqiq deyə bilmərəm. O summanı olar elə ki. Ancaq ümumiyyətlə yaşıllıq istiqamətində olan tenderlərin hamısını Ramazan Mirzəyev udur. İndi kimdir onun arxasında duran? Mən ondan deyim sənə, bir-iki dəfə də zəng eləmişəm o vaxtı, bura olanda demişəm ki, bu nə torpaqdır, buraya tökürsünüz. O qayıtdı mənə dedi ki, başını bizim işə soxma. İcra hakimiyyəti bilər, biz bilərik. El-elle Müslüman adam göndərək. Katlavandan çıxan torpağı gətirir. Katlavandan çəkilişlər məndə var onda. Gəldim daşlar. Üstündə sizi Ramazan Mirzəyev hədələdi. Sonra Bakı abadlaşdırmaya yazıram ki, belədir. Mirzəmət Seyidov var. Mənə yazır ki, sən yazdıqlarının heç biri qanuni deyil. Məktublar məndə var, görsədə bilərəm. Heç biri qanuni deyil. Qanun qarşısında ehtiyatlı ol, cavab verərsən. Bir yerdə açıq şəkildə də məktubunuzda elə yazır və ehtiyatlı ol, cavab verərsən. Yəni bir yerdə ağzından qaçırdı ki, ona denən eləməsin, dama soxdurum. Mən də bu işdən sonra götdüm Vilayət Eyvazova cənab Daxili İşlər Nazirinə, baş prokurora telegrama vurdum ki,
mən filankəslər tərəfindən təzyiqə qaldığım üçün xahiş edirəm mənim təhlükəsizliyimi təmin edirsiniz. Telegrama vurmuşam. Onlar bəlkə də adamı öldürə də bilərlər. Öldürə də bilərlər. 9-cu, 18-ci ildən buraya mən bircə bir söz deyirəm. Bu günləri Bakıda mənim telefonumda da var. Hər yerdə ağaclar quruyur, su yoxdur. Ancaq ağacların suvarılması üçün su quyularının qazılmasına 3 milyon 302 min manat təyinatı üzrə pul ayrılıbdır. Bir dənə də quyu qazılmayıbdır. Hanı o quyular? Hanı o? Bakı şəhərində. 3 milyon 302 min manat. Bir Yaşar adlı bir uşaq var orada. Gətirib qovlar oraya. Bəs burada ən azından bu sualınıza cavab verəcək bir adres göstərirlər ki, burada məsələn bizim quyumuz var. Yox, verə bilmirlər. Köhnə quyuları çalışırlar ki, yanalından zad eləyərlər. Orada məndə dokumentdə sənədlər çoxdur. 50 min manat bir ayrıblar quyunun təmiri üçün. Həmə 50 min manata 50 quyu qazdırmaq olur. Bunlar yalandan quyu təmiri. Bir quyunun təmiri üçün. Yox da bir neçə quyunun təmiri üçün 50 quyu qazdırmaq olur. 50 dənə quyu. 50 quyu qazdırmaq. Metrəsini 20 manata qazdırırlar. Amma bunlar sənəddə yəqin ki, metrəsinin 20 yox, 2000 yazır. Yox, heç qazdırmırlar da bəlkə də. Nə bilim, başqa yerə pul köçürmələr var. İndi biz əgər studiyada oturası olsaq, mən o məktubların hamısını qaldırıb, pulları ayın tarixindən plus hər nə qədər köçürülür, hamısını məndə var.